Selamun Aleyküm ve Rahmetullah. Aleykümselam ve berekatuhu. Sual verilir ki, eğer dinimiz kamildirsə, alimlərə nəyə ehtiyac var? Hələ alimlərin olmağı dinin kamilliyinə dəlalət edir. Çünki mən başa düşürəm, bəzi insanlar bu suala niyə görə verir. Onlar fikirləşirlər ki, məsələn, kitab olsun, Quran-ı Kərim və yaxud hədislər olsun və biz də heç kimə müraciət etməyik, özümüz nə istəyirik, necə lazımdır, başa düşməliyik onu. Lakin indi siz təsəvvür edin ki, Quran-ı Kərim ən indi əlimizdə olan müqəddəs kitabdır və böyük və dərin mənalara malik olan bir kitabdır. Və biz desək ki, hər bir adam onu başa düşə bilirsə, onda nə dərəcə dərin kitabdır o? Əgər hər adam, hətta savadsız adam onu, hər şey başa düşür orada nə var. Hətta başqa elmlərə baxsanız, məsələn, tibb elminə. Həkimə bəyəm ehtiyac yoxdur. Həkim də lazım deyil. Deyilən ki, həkim lazım deyil. Kitablar var. Gedim o kitablarını oxuyum, özümü müalicə edeyim. Alınmır. Niyə görə? Çünki o kitabı sən oxuyarsan, amma sən onu düzgün başa düşməyəcəksən. Sənin savadın olmasa, məsələn, tibb savadın, sən o kitabları başa düşməyəcəksən. Ona görə bütün elmlər kimi, hər bir elmdə, nəinki İslam elmində, hər bir elmdə alim olmalıdır. Ki, bu elmi izah eləsin. Başa salsın. Ona görə, hətta biz Quran-ı Kərimə nəzər salsaq, görərik ki, Quran-ı Kərimdə Allah Subhanahu wa Ta'ala özü əmr edir, alimlərdən soruşmaq. Allah Subhanahu wa Ta'ala buyurur ki, Fəsəlu əhlə zikrin kuntum la ta'lemun. Əgər bilmirsə, onda neyinin? Yəni, bilən adamlardan, zikr əhlindən soruşun. Demir Allah Subhanahu Ta'ala ki, heç kimdən soruşmayın. Özünüz oxuyun, çıxardın nəticələri, nə istəyirsə edin. Belə deyil. Belə deyil. Və həmçinin, və Allah Subhanahu Ta'ala neçə dənə ayədə alimləri tərifləyir. Bilənləri tərifləyir. Deyir, məsələn, Allah Subhanahu Ta'ala həl yəstəvüllezine ya'lemune vellezine la ya'lemun. Məgər eynidir o insanlar ki, bilir və bilmir. Başqa ayədə Allah Subhanahu Ta'ala buyurur ki, İnnəmə yaxşallaha min ibadihil uləmə. Yəni, Allahdan həqiqi mənada, doğru şəkilində ondan qorxar kim? Ancaq alimlər. Yəni, alimlər Allahı Subhanahu Ta'ala ən gözəl, ən düzgün şəkildə başa düşərək Allah və onun dilini və ona görə də düzgün şəkildə ondan qorxarlar. Və ona görə görürsünüz ki, İnsan elmsiz yanaşanda dinə və ya Quran-ı Kərimə və ya hədislərə mütləq azır. Ya ifrata düşür, ya təfritə. Ya məsələn, lazım olmayan şeyləri özünə vacib eləyir, şirdir və yaxud əksinə səhlənkarlıq edir. Bu da təfritdir. Ona görə həqiqi alimlər, onlar düzgün şəkildə, necə Allah Subhanahu Ta'ala buyurur bu ayədə, Allahdan qorxarlar. Və həmçinin Allah Subhanahu wa Ta'ala başqa ayədə buyurur ki, Yarfa'illahü'llezine amanu minkum vellezine utul ilmi dərəcət. Allah Subhanahu wa Ta'ala sizdən neyniyər? İman əhlinin dərəcələrini qaldırar. Və lakin iman əhlinin arasında da elm əhlinin dərəcəsini qaldırar. Yəni, Allahın yanında iman əhli, üstəlik elm əhli dərəcəsi yüksək olur. Ona görə də elm, həqiqi elm, həqiqi İslam, necə bir hədislərin birində buyurur, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, həmişə İsrail övladlarında, Bəni İsraildə, onlarda həmişə Allah bir Peyğəmbər göndərərdi. Və Peyğəmbər öləndə, dərhal ondan sonra bir dənə Peyğəmbər çıxardı. Ki onlara, niyə görə? Səbəb nədir? Səbəb odur ki, onlara başa salsın dini. Suallarına cavab verə bilsin. Hətta bir çox peyğəmbərlər İsrail övladlarında görürsə öz müqəddəs kitabına gəlməyiblər. Müqəddəs kitabına gələn peyğəmbərlər azdır. Məsələn, Musa əleyhissalam Tövratla gəldi, Davud əleyhissalam Zaburla gəldi. Lakin digər peyğəmbərlərdən varid olmur ki, onların öz müqəddəs kitabları var idi. Onlar ondan öncə olan Tövratı və Zaburu təsdiq edirdilər, şərh edirdilər. Suallara cavab verirdilər. Və ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, onlarda Peyğəmbər öləndə dərhal Allah bir dənə Peyğəmbər göndərərdi. Lakin mənim dilimdə
Belə olmayacaq. Mən son peyğəmbərəm. Mən öləndən sonra mənim dinimi Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, mənim dinim alimlər izah edəcəklər. Alimlər izah edəcək. Yəni bu rolu artıq alimlər həyata keçirəcəklər. Ona görə başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "İnnel uləma varasatul enbiya." Həqiqətən alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlərin varisləri. Və həmçinin başqa yerdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah subhanahu və teala elmi götürəndə "İnnallah la yakbidu ilmen intiza'an yantazi'uhu mine'n-nas." Yəni Allah subhanahu teala bir elmi, bir qövmdə elm götürmək istəyəndə, onları elmdən məhrum eləmək istəyəndə, o bir anda insanların beynindən itirilmir və yaxud da qəlblərindən çıxarılmır. Sadəcə nə olur? Və yaqbidu bi qabdil ulama. Yəni Allah subhanahu və teala alimlərin bu dünyadan götürməklə elmdə gedər. Sonra Peyğəmbər həmin hədisin axırında deyir ki, alimlər olmayanda insanlar nə edir? Cahillərdən sual istəyəcəklər. Cahillərə müraciət edəcəklər. Cahillərə sual verəcəklər. Və onlar da cahil olduqları üçün həm özləri də azacaqlar, cəmaatı da azdıracaqlar. Ona görə baxın ümmətə. İndi və 1500 il ərzində həmişə cahillərin sualları olub və alimlərdən soruşurlar. Ehtiyac var, soruşurlar, onlar da onlara izah ediblər. Ona görə alimsiz dini heç bir elmi, xüsusən də İslam elmi, hansı ki ən geniş elmdir, alimsiz bu elmi başa düşmək mümkün deyil. Lakin, bəli, alimlər olubsun yanlış yolda olsun, o başqa məsələdir. Düzgün yolda olan alimləri tapmaq lazımdır və onlara müraciət etmək lazımdır ki, onlar sizə Quran-ı Kərimi və Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsini düzgün şəkildə başa salsınlar. O İslamı sizə öyrətsinlər ki, hansı ki Peyğəmbər aleyhissalatu vesselam və onun sahabiləri yaşayırdılar və tətbiq edirdilər. Allah da yaxşı.